Bugünkü dərsimiz silisyumdur. Silisyumun deməli sıra nömrəsi 14-dür. Elektron formunda 2 3-5-2-dir. Elektron həyəcanlandıqda deməli olada 3-1, 3-5-3. 2 və 4 variantı göstərir. Metallarla birləşmədə -4 oksidaşma dərəcəsi, minimum oksidaşma dərəcəsi göstərir. Qeyri-metallarla birləşməsində isə müsbət oksidaşma dərəcəsi göstərir. Məsələn, siyanda hidrogen -1, silisium müsbətdir. Yəni, bunlarda müsbət 4 oksidaşma dərəcəsi göstərir. Silisium bildiyiniz kimi yer səthində oksigendən çox ikinci yayılan elementdir. Birinci oksigendir, ikinci silisiumdur. Silisiumun da ancaq birləşmələr halda yayılıbdır. Minerallardakı kvaskum, silisium O2, gil, yəni alüminium oksid, silisium O2, bir də su, çelişbatı, kalium oksid, alüminium oksid, 6 mol silisium O2, bir də azbest, magnezyum oksid, 2 mol silisium O2, 3 mol su. Alınması. Deməli, sənayedə və laboratoriyada alınması. Düzdür, alınmaları burada verilib. Yenə yazaq, yadda qalsın. Deməli, məsələn, sənayedə kvaskumun üzərinə karbon, kömür gəlməklə almaq olur. Alınır silisium və dəm qazı. Amma karbonu artıq miqdarda götürsək, onda alınacaqdır silisium karbid. Bu sənayedə alınması. Laboratoriyada alınması. Laboratoriyada, məsələn, silisium 4 oksid üzərinə magnezyum gəlməklə. Silisium və magnezyum oksid. Və ya silisium 4 oksid üzərinə alüminium gəlməklə. Silisium və alüminium oksid. Silisium 4 xloridin sinklə reaksiyası. Silisium və sink xlorid. Bu, sənayedə və laboratoriyada alınma yolları. Silisiumun fiziki xassəsi, silisiumun 2 allotrop şəkil dəyişməsi var. Kristal silisium, bir də amorf silisiumdur. Tünd qonur rəngdədir. Silisium rəngi bu cürdür. Deməli, çətin əriyən maddədir. Kristal silisium yarım keçirici xassə göstərir. Və bunlar deməli, diodların hazırlanmasında məsələn istifadə olunur. Bir də günəş panellərinin hazırlanmasında istifadə olunur. Günəş panelləri belə ki, deməli, silisium günəş enerjisinin 10%-ni elektrik enerjisinə çevirə bilir. Və günəş panellərinin hazırlanmasında silisiumdan istifadə olunur. Yaxşı. Silisiumun deməli, atom kristal quruluşu maddədir. Ümumiyyətlə bilirsiniz, silisium. Kimya xassəsi qeyri-metallarla, metallarla reaksiyalarına və qələvlərlə turşu ilə reaksiyasına baxır. Qeyri-metallarla reaksiyası. Məsələn, silisium qeyri-metallardan nə ilə daxil olmur? Hidrogenlə daxil olmur silisium. Silisium florla adi şəraitdə daxil olur. Nə alır deməli? Silisium flor 4. Silisium xlorla nə alır? Silisium xlor 4. Silisium 4 xlor. Silisium, məsələn, karbonla silisium karbid. Burada silisium karbid də deyirlər, karbonat da deyirlər. Karbonat. Silisium sülflə də reaksiya daxil ola bilər. Silisium sulfit deyək. Belə. Oksigenlə də silisium O2.
Bu qeyri-metallarla reaksiyası. Və metallarla reaksiyası. Metallarla reaksiyasında silisyum, metal, silisyum, silisid alınır. Silisidlər alınır. Məsələn, natrium, silisyumla reaksiyası. Kalsiyum, silisyumla reaksiyası. Magnezyum, silisyumla reaksiyası. Alüminyum, silisyumla reaksiyası. Nə alır deməli? Natrium, silisid. Burada kalsiyum, silisid. Magnezyum, silisid. Alüminyum, silisid. Belə. Deməli, bu silisidlər də turşlarla reaksiyaya daxil olur. Deyək ki, kalsiyum, silisid. Məsələn, xlor turşlar reaksiyasında nə alınır? Kalsiyum klor 2, bəli. Bir də silisyum H4. Bu qaz haldadır. Silan qaz deyirlər, silan. Dolay yolla alır. Deməli, silisyum hidrogenlə birbaşa reaksiyasından alınmır. Deməli, dolay yolla alınır. İndi burada da silisyum -4-dən silisyum deməli, müsbət 4-ə gəlir. Silisyum -4-dən müsbət 4-ə. Yəni, silisyum 8 elektron verir. Silisyumun qərəblər ilə reaksiyası. Məsələn, silisyum natrium hidroksidlə reaksiyası. Natrium hidroksid məhlulu ilə reaksiyasına nə alınır deməli? Natrium silikat, bir də hidrogen. Natrium metasilikat. Buna natrium metasilikat deyirik. Amma silisyum natrium hidroksid ərintisi ilə reaksiyasında burada nə alır deməli? Natrium orta silikat və hidrogen. Natrium orta silikat. Silisyum və silisyum 4 oksid demişdik, yalnız klor turşuna reaksiya. Yalnız H-florla daxil olur. Yəni, silisyum H-florla silisyum 4 florid, bir də hidrogen alınır. Silisyum 4 oksiddə florid turşu reaksiyasında silisyum 4 florid, bir də su alınır. Yaxşı, biz danışdıq silisyum haqqında. Silisyum dioksid, kvaskum. Kvas şüşə də deyirik. Quruluşu bu cürdür. Və atom kristal quruluşu maddədir. Bildiyimiz qum. Silisyum dioksid çətin əriyən 5 maddədir. Suda həll olunur, turş oksiddir. Və bunun da nədir? Qələblərlə, metal oksidləri ilə reaksiyaları vardır. Yaxşı. Qısaca da olsa danışaq. Kimyəvi xassəsi. Məsələn, magnezyumdan yazdıq. Onu da yazmayaq, silisyum kimi. Metal oksidlər reaksiyası. Məsələn, magnezyum oksid, silisyum 4 oksid.
Nə alınır deməli? Magnezyum silikat. Kalsiyum oksit və s. Arasına ayrı bir iki nümunə yazsaq kifayət edir. Kalsiyum silikat. Sonra məsələn qələvlərlə reaksiyası var. 1 mol natrium hidroksid, 1 mol silisium O2. Natrium hidrosilikat. 2 mol natrium hidroksid, silisium O2. Burada natrium metasilikat, bir də su. Sonra məsələn turşu oktan aktiv sırası necə idi? Silisium O2, sonra PCO5, SO2, NO2 və karbon qazı. Və bu istiqamətdə aktivlik azalır. Kalsiyum ortofosfat, silisium dioksid. Nədir? Kalsiyum silikat və PCO5. Və ya məsələn natrium karbonat, silisium dioksid. Nə alınır? Natrium silikat və karbon qazı. Bir də silisium 4 oksid bayaq dediyimiz kimi klor turşu reaksiyasına daxil olur. Başqa turşu ilə daxil olmur. Bunlar bir də təkrar demişdik, də yazmayaq. Və metasilikat turşusu. Metasilikat turşusu ən zəif turşudur. Suda həll olunur, su ilə qarışığı kolloid məhlul sayılır. Hansı maddənin su ilə qarışığına kolloid məhlul deyirik? Metasilikat turşusunun bir də nişastanın su ilə qarışığına kolloid məhlul deyirik. Bəli. Deməli, burada elə deyək, metasilikat turşusu deməli metallarla daxil olur. Yəni duz və hidrogen. Metal oksidlərlə reaksiyası, məsələn duz və su. Əsaslarla reaksiyası, yəni bu cür silikat turşusu parçalanır, silisium 4 oksid, bir də nədir? Su alır. Amma silisium 4 oksid birisi ki, su ilə daxil olmur. Yəni hərəsinə aid bir iki nümunə verilibdir. Məncə bu kifayətdir. Bir də silikat turşusu daha zəif turşu olduğu üçün bütün turşular onu duzdan nə edə bilir? Çıxarda bilir. Məsələn, karbon qazı, karbonat turşusu çıxardır. Məsələn, natrium karbonat deməli silikat turşusu belə. Və silikat sənayesi. Silikat sənayesi deməli 3 türdür. Deməli, keramika istehsalı var, şüşə istehsalı var, sement istehsalı var. Keramika cildən, yəni keramika birisi də keramik qablar, yerə vurulur keramika, belə deyək. Bu cildən hazırlanır. Yəni keramik qablar, saxsı qablar. Bilirsiniz ki, bunlar məsələn palçıq formasında hazırlanır, sonra onu məsələn müəyyən formaya salırlar, yəni ocaqda pişirirlər və s. bu cür saxsı qablar hazırlanması. Şüşə istehsalı da deməli 3 cür şüşə vardır dərslikdə. Adi pəncərə şüşəsi var, keçirilir, yəni istiyə davamlı şüşə, çətinəliyə şüşə, bir də billur şüşə. Baxa, bir yazaq, adi pəncərə şüşəsi. Burada verilibdir, yenə də yazaq. Adi pəncərə şüşəsində xam maldan, xam mal olaraq nədə istifadə olunur? Natrium karbonat, soda, kalsiyum karbonat, əhəng daşı, bir də silisium O2. Deməli, ümumiyyətlə, şüşə istehsalında proses əritməklə aparılır, qızdırmaq yolu ilə aparılır. Burada təbii ki, natrium karbonat, kalsiyum karbonat və 6 silisium O2 alınır burada. Natrium
oksid, kalsium oksid, altı silisium O2, bir də karbon qazı. Bu adi şüşədir. Belə. Sonra kimyəvi şüşə, istəyər davamlı şüşə. İstəyər davamlı kimyəvi şüşə. Deməli, kimyəvi şüşə necə hazırlanır? Burada sodanın yerinə, yəni natrium karbonatı yerinə potaş əvəz olunur. Deməli, kalium karbonat, potaş, kalsium karbonat, əhəng daşı və silisium O2. Kalium oksid, kalsium oksid və 6 silisium O2, bir də karbon qazı. Bu da kimyəvi şüşədir, istəyər davamlı şüşə. Sonra billur şüşə. Billur şüşə, yəni səsi belə deyək də, əks etdirir də. Məsələn, xrustal şüşə deyirik də. Məsələn, səs verəndə görürsən uzanma səsi. Şüşən, məsələn, işığı sındırması, paylanmasına görə. Məsələn, billur, yəni buna əsasən deyilir. Billur şüşədə əhəng daşının yerinə nə vəzə olunur? Qurğuşun 2 oksid. Yəni, kalium karbonat, qurğuşun 2 oksid və silisium O2. Alınır deməli, kalium oksid, qurğuşun 2 oksid, silisium O2 və karbon qazı. Bu da billur şüşə. Şüşələrin alınması. Bir də şüşəyə rəng verən maddələr. Məsələn, kobalt oksid göy rəng verir. Xrom oksid yaşıl. Mis 2 oksid göy, yaşıl rəng verir. Bir də var həll olan şüşələr, silikat yapışqanı. Silikat yapışqanı həll olan şüşədə deyirlər. Deməli, hansılardır? Natrium silikat və kalium silikatdır. Bunlara həll olan şüşədə deyirlər, silikat yapışqanda deyirlər. Deməli, bunları danışdıq. Bir də sement istehsalında cildən və əhəng daşından istifadə olur. Cildən və nədən? Əhəng daşından istifadə. Bu qədər. Bu da silisium və onun birləşmələri.